Salam əziz şagirdlər və valideynlər, xoş gördük sizləri kanalımda. Bugün sizlərlə İzə Yayımları 2-ci sinif Azərbaycan dili test kitabından mətnli test işləyəcək. Əziz dostlar, qeyd edim ki, bu cür videoların davamlı olmağını istəyirsinizsə, kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi unutmayın. İndi isə keçək mətnimizə. Göyərçin ilə qarışqa. Günlərin bir günü çox susamış bir göyərçin su içmək üçün dərə kənarına qonmuşdu. O əyilib su içərkən bir qarışqanın suya düşdüyünü gördü. Qarışqa çırpınaraq sudan çıxmağa çalışırdı. Göyərçinin qarışqaya çox yazığı gəldi. Dərənin kənarından tapdığı çöpü dərəyə buraxdı. Qarışqa da çöpü tutaraq kənara çıxdı. Bu zaman oradan keçən bir ovçu göyərçini görən kimi sevindi. Nə gözəl bir ov deyə düşündü. Hər şeydən xəbərsiz göyərçinə silahını çevirib nişan aldı. Qarışqa bunu görən kimi ovçunun çılpaq ayağından onu dişlədi. Ovçu da bu ağrının gücündən qışqırdı. Ovçunun səsini eşidən göyərçin havaya uçdu. Beləliklə, qarışqa göyərçinin etdiyi yaxşılığı qarşısında əvəzsiz qalmadı. İndi isə keçək testimizə. Baxın uşaqlar, göyərçin dərə kənarına nə üçün qonmuşdu? Əlbəttə ki, su içmək üçün qonmuşdu. A bəndi. Göyərçin qarışqanı necə xilas etdi? Dərəyə çubuq atdı, xilas etdi. B bəndi. Baxın uşaqlar, hansı təsvir mətndə əks olunmamışdı? C bəndimiz mətndə əks olunmamışdı. İndi isə baxın 4-cü sualımıza. Qarışqa göyərçinin yaxşılığına əvəz nə etdi? Əlbəttə ki, qarışqa göyərçini ovçuya ov olmaqdan xilas etdi, onun həyatını xilas etdi. İndi isə baxın 5-ci sualımıza. Yaxşılıqla bağlı 3 atalar sözü yazın. Baxın uşaqlar, yaxşılıq elə, minnət qoyma, yaxşılıq edən yaxşılıq görər, bu dünyada ən yaxşı şey yaxşılıqdır. Əziz dostlar, bu günlük bu qədər, sağ olun.